Salam əziz dostlar, axşamınız xeyir. Çox məlumatım var. Deməli, Aşıq Namiq Fərhadoğlu başda olmaqla sayımız 20-yə yaxın olan müğənnilər biz yığışdıq hamılıqla birgə bir konferans etdik. Ortaya o məlum oldu ki, o nəticəyə gəldik ki, efirlərin hamısı Namiqə deyir ki, belə bir siyahı yoxdur. Namiq aidiyyatı qurumlardan belə haralara zəng etdi. Namiq bunu təsdiq edə bilər. Bu cavabı aldıq ki, belə bir siyahı yoxdur. Yəni bu bir yalan məlumatdır. Hətta mənim özümə bir adlarını çəkməyəcəm. Dedilər, sən əvvəla gedib oturmusan Rusiyada. Bu gün ürəyin istəyir, çıx gəl, verilişlərimiz sənə qapısı açıqdır. Yəni bunu da elə bir insanlar deyir ki, ağlı başında olan normal insanlardır. Onların mənə yalan borcu yoxdur. Və mənə bildirdilər ki, çıx efirdən açıq-aşkar deyir ki, mən Afət Fərman qızının nefrə qadağası yoxdur. Bugün də bunun sübutunu deyim ki, dünən də mənim adım efirdə çəkilib, bugün də. Bugün Nasbəri xanımın verilişi gedib orada aparıcı mənimlə bağlı sual səsləndir. Əgər mən qadağada olsam, mənim adım orada səslənməz. Dünən də mənim oğlumu həmin o hörmətli efirlərdən birində ad gününü təbrik etdi bizim dostumuz, aparıcımız, dəyərli aparıcımız. Bunun burası, məsələnin burası. Yəni məntiq də deyir ki, yəni əgər sən qadağadasansa, nə məcburdur ki, sənin adın bu efirdə səslənir və sən niyə əl-ayağa düşmüsən ki, sənlik məsələ deyil. Biz bunun axırına getdik, çıxdıq. Yaxın oturun, çox maraqlıdır. Belə bir sual verəcəm sizə. Hal-hazırda neçə gündür səhər-səhər hansı şou əyləncəli veriliş var ki, bu müğənniləri də orada görəsiniz. Bu verilişlər bağlandı. İndi hansı qayıdacaq, qayıtmayacaq o bizim belə deyim ki, bilgimiz daxilində deyil. Amma fakt bağlananları gördünüz. Bizə bildirdilər ki, mən deməyəcəm mənbəni, belə bir məlumat var ki, bu verilişi bağlananlardan hansısa gündəmi dəyişmək üçün belə bir yalancı siyahı tərtib edir. Orada dostlarını əlavə etmir. Həm də əlavə etsə də zaten o əlavə olunası müğənnilərin dili var, ağzı yoxdur. Onlar danışmır. Bunlar kimi ora əlavə ediblər? Lord dildə deyəcəm, cırtqoz müğənniləri. Yəni ki, adlarını orada görüb alovlanıb danışacaq. Kim? Afət Fərman qızı, Aşıq Namiq. Görün necə seçilib, baş işləyir. Nüşabə Musayeva, od alov. Kəmalə, od alov. Ofeliya Şabanova, bu siyahını uzadaram hara qədər deyilsə, Zülfiyə Namazova, Pünhan, yəni dəli dolu coşan müğənnilərin adını oraya yazıblar ki, həm adı yazılmayan dost müğənnilərinin, dost dediyi müğənnilərinin keyfləri şad olsun, həm də bizim vasitəmizlə bu verilişib bağlananların canı söz söhbətdən qurtarsın, amma canınız hara qurtarır? Siz gündəmi dəyişə bilməzsiniz. Afət var burada. Dostlar, mən üzümü tuturam sənət yoldaşlarıma, o yalancı siyahıda adları olanlara. Biz boş veririk bu məsələni. Çünki mən bunların maskalarını cırdım. Öz üzərlərindən gündəmi bu aparıcılar dəyişmək üçün bizi ortaya atıblarmış ki, bəs belə bir məlumat getsin, yalan da olsa. Yəni, siz də narahat olmayın. Hal-hazırda kanallarda özünüz görürsünüz, səhər efirlər yoxdur. Ona görə də orada yaşayan müğənnilər. Yəni, söhbət məndən getmir, çünki mən Rusiyada yaşayıram. Yəni, narahat olmayın. Profilaktik işlər gedir, təmizləmə işləri gedir. Ülviyə Alov da səhifəsində paylaşıb, girin, baxın, oxuyun. Nə ilə bağlı təmizləmədir, mənə yaraşmır o cümlələri işlətmək, özünüz bildiniz də. Akşin Fatih də gözəl bir nüansa toxunub ki, oğlan övladlarımızın gələcəyinə çox böyük müsbət təsir olacaq bu təmizləmənin. Onunla bağlı profilaktik bu dəqiqə təmizlik gedir. Ona görə, əziz müğənnilər, siz hamınız dövlətimizi, dövlətçiliyimizi, içi də mən qarışıq, başda mən olmaqla sevən insanlar profilaktik təmizləmə getdikdən sonra məsləhət olunan zaman yəni dəvət olunacaqsınız. Ona görə də hal-hazırda heç efirə çıxmaq istəsəz də veriliş zaten yoxdur. Şou xarakterli, əyləncə xarakterli veriliş zaten yoxdur. Ona görə də bu yalancı xəbərin mənbəyini araşdırdıqda biz hamımız da bilirik ki, hardan yayımlanıb. Onlara bir sual verirəm. Sizin məqsədiniz nə idi ki, bu efirlərdən Ülviyə Alovlunun paylaşdığına rağmen mən deyirəm. Ülviyə Alovlu paylaşıb ki, üzdən iraq aparıcılar təmizlənir. Ay Manşet Az saytı, sizin məqsədiniz nə idi ki, üzdən iraq aparıcıların təmizlənməsi məqamında gündəmi müğənnilərlə dəyişmək istəyirsiniz? Nə marağınız var? Tak ki, əziz müğənnilər, sizin heç birinizin qadağanız yoxdur. Sakit oturun, profilaktik təmizləmədir. Bəli, kimlər oğlan övladlarımızın gələcəyinə
zərbə vurursa, onlarla bağlı təmizləmə profilaktik işlərdir. Biz də dəstəkləyirik. Hər zaman dövlətimizin bütün qanunlarının yanındayıq. İndi mənim bu danışıqlarımdan sonra belə bir sual yaranar ki, onda görək qısa müddətdə əgər qadağa yoxdursa, bütün bu müğənnilər efirdə olacaqmı? Mən şəxsi qənaətimi deyim ki, belə bir böyük profilaktik təmizləmədən sonra əlbəttə ki, etap-etap efirə buraxılacaqlar. Çünki bunlarda bura tək əxlaqi dəyərlərdən əlavə bura geyim də daxildir, özünü aparma mahnı janrı və müğənnilər də özlərinin mahnılarına çəki düzən verəcəklər. Əxlaqi dəyərləri nəzərə alıb ora bir çox məsələləri dəyişərək efirlərimiz nəticədə mən düşünürəm ki, çox gözəl bir formatda verilişlər insanların qarşısına çıxacaq. Bu axırda səsləndirdiyim mənim şəxsi qənaətimdir. İzləyərik, hamılıqla şahidi olarıq. Sağ olun. Sonda da onu deyim ki, indi sual yaranar ki, onda bəs əgər bu dezinformasiyalısa, qadağa yoxdursa, ona görə qısa müddətdə bu müğənnilər verilişlərdə olacaqmı? Əvvəla şou xarakterli verilişlər olarsa, baxın, bu müğənnilər harda oxuyurlar? Şou proqramlarda, şou xarakterli və yaxud toylarda. İndi baxın görün, efirlərdə şou xarakterli veriliş olarsa, bəli, bu müğənnilər olacaq. Amma məndə olan məlumata görə hələ yaxın müddətdə şou xarakterli verilişlər olması gözlənilmir. Belə olduqda da görünən kəndə nə bələdçi, əgər da verilişlər formatını dəyişirsə, o formata uyğun da əlbəttə ora daha ciddi musiqi ilə məşğul olan müğənnilər dəvət olacaq. Amma bu demək deyil ki, bu müğənnilər qadağadadır. Haçan şou xarakterli verilişlər yenidən bərpa olacaqsa, o zaman bu müğənnilər də etap-etap o verilişlərə buraxılacaq və düşünürəm ki, belə olmağı da daha yaxşı oldu. Çox, bütün mənim beynimdə olan sualları, mən bu gün cavab tapdım bu suallara. Həm özümün araşdırmam vasitəsilə, həm də bütün ətrafımızda olan efirlərdə olub da bu işlərdən xəbərdar olan dost-tanışlar sayəsində. Bir sözlə bizim adımızı bu yalançı siyahıya salmaqda məqsəd bu olub ki, bu o dalovlu, yəni haqqını tələb edən müğənnilərin vasitəsilə gündəmi öz üzərindən bu aparıcı müğənnilər vasitəsilə bambaşqa yerə yönəldəcək. Əziz müğənnilər, biz sakit otururuq öz yerimizdə, ona görə ki, bizim bütün suallarımıza cavabı tapdıq. Bunda mən araşdırmacı jurnalist Afət Fərman qızı etdim.